Quran-ı Kərimdə münafiqlərin 5 xüsusiyyəti, ikiyüzlü insanları Allah Mütəal Münafiqun surəsində 5 vəsflə xüsusiyyətləndirir. Gəlin biz də diqqətlə baxaq və cəmiyyətdə bizim içimizdə olan bu cür insanları aşkar edək, ifşa edək və onların tələlərinə düşməyək. Birinci xüsusiyyət, çox hayküy edərlər və boş-boş iddialar səsləndirərlər. İkinci xüsusiyyət, rəngdən rəngə girərlər. Möminlərin yanında biz iman gətirənlərdənik deyərlər. Kafirlərin yanında isə biz sizinləyik deyərlər. Daha çox bizim cəmiyyətimizə inteqrasiya etmək istəsək bu mövzunu, bəziləri gəlib biz sizinlə eyni vətənpərvər duyğuları bölüşürük deyərlər və yaxud da sizin maraqlarınız bizim maraqlarımızdır deyərlər. Üçüncü xüsusiyyət, ümumiyyətlə ixtilaf salarlar, ikitirəlik salarlar. İnsanları sən filancısan, sən bəhmənçisən deyə ayrılarlar və ayrı hissələrə bölərlər. Qütbləşməni körükləyərlər və özləri gizlin cəmiyyətlər quraraq bizim əleyhimizə planlar tökərlər. Dördüncü xüsusiyyət, hiylə, aldatmaq, yalan, yaltaqlıq, xəyanət və söz verib üstündə durmamaq kimi xüsusiyyətləri özlərində cəm edərlər. Beşinci xüsusiyyət, insanlardan özlərini üstün görərlər, təkəbbürlü olarlar, özlərini uca sayarlar və digər insanları isə bəyənməz və aşağı görərlər. Yalnız özlərini bəyənərlər. İndi gəlin baxaq, bu xüsusiyyətlər cəmiyyətimizdə hansı toplumlar və yaxud da şəxslər tərəfindən mənimsənilib və biz onlardan uzaq qalaq və onların tələlərinə düşməyək. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.